Tubzonda uşağın başına bir oyunlar gətiriblər. Xəstədir də, bu uzanma istəyir. Asma bronxiti, bəs bu xəstəxanadır da. Bir incidirmiş, uşağın başına oyunlar gətirilmiş ki, sən niyə deyir uzanırsan? Vətəndaş Əsbət Yaqubovanın sözlərinə görə övladı Ümidvar Yaqubov illər əvvəl Suraxanı rayon polis idarəsinin 31-ci polis bölməsinə çağırılıb və oradaca narkotik ittihamı ilə saxlanılıb. Əsbət Yaqubova deyir ki, təxminən 3 ilə yaxın zaman ərzində övladının 30-dan çox məhkəmə prosesi keçirilsə də, nə ona hökm oxunub, nə də təqsirsizliyi sübuta yetirilərək azadlığa buraxılıb. Ailənin təxminlərinə görə Ümidvar Yaqubov inanclı şəxs olduğu üçün həbs edilib. Onun təqsirsiz olaraq həbs edilməsinə dözə bilməyən atası isə vəfat edib. Yanvarın 31-i Yaqubov Ümidvar Akif oğluna zəng gəlib. Uşaq da getmişdi Natarosa. Oradan da gedəcəkdi rəhmətli atasının şəkər dərmanlarını almaya. Ata dözmədi, getdi. Əli var, 31-in rəisi. Allah onun bəlasını versin. Zəng eləyib ki, uşağa ümid var, gəl bura, səndən işimiz var. Uşaq da çıxıb gedib, mən də zəng elədim ki, Ümid, haradasan mama qurban? Dedim, amma Əli müəllim məni çağırıb, bilmirəm nə məsələdir. Əlbət bizə 200 il bundan qabaq oğru girmişdi. Deyəsən, onlara görə deyir, çağırır Əli müəllim bizi. Çıxıb gedib, gedən kimi də uşağa deyib ki, Ümid, biz sən deyib ki, zakas eləyiblər səni, biz səni deyir, tutmalıyıq. Gətirirlər belə bağlama, neçə nəfər, 15 nəfərə kimi orada. Uşağa nə eləyirlər, əsəbləşir, hirslənir, qışqırır uşaq. Xəstə uşaqdır da, asma bronxit. Nə zülümlər gətirirlər başına, uşaq deyir, öldürün də məni 15-də, məni heç nə boynuma götürən deyirəm. Deyir, bu nəşəni götür boynuma. Sən yaxşı oğlansan, Əli deyib, 31-in rəisi. Əli, deyib ki, sən bunu götür boynuna. Biz sənin dalında duracaq, sən yaxşı oğlansan. Uşaq da deyib ki, mən niyə götürməliyəm? Məni öldürsüz də götürmərəm. Mən beləsi uşağımı nahaqdan yatır balam. Heç nədən 30 neçə dənə məhkəmə var. Olub, uşağın bir dəfə şahid gəlir, bir dəfə hakim olunmur, bir dəfə təzə hakimi gözlədilər. Yanvarın 31-i 2023-cü ildən uşağımı basıblar həbsə. 20 neçə gündən sonra getdim Şüvalana. Orada getdim, geylədim, o qədər hər gedəndə də şüşə arxasında canlı görüş zad vermədilər orada. Bir dəfə də vermədilər Şüvalanda. Bir dəfə də bir şahidi burada gördüm mən, bizim bu küçədə. Bələdiyyənin yanında, köhnə poçtun yanında gördüm, kesir, dedim, ay bala, dedim, sən niyə dedim belə, dedim, nahaqdan, dedi, dili topuq çaldı, mən neynim, məni məcbura aparıblar, məni tutublar, özlərindən şahid. Uşağım dedi, mən bunu məhkəmədə görməmişəm, tanımıram bu kimdir. Hakim orada sual verdi, Səbinə xanım gəl, orada hakimlər, oturanlar dedi ki, Ümid var, sənə deyir, nəsə təcavüzlər göstərdilər. Sual verəndə dedi ki, desəm də nə dəyişəcək? Valideynim buradadır, demirəm. Təklikdə deyərəm sizə. Uşağı necə izləyiblər, nə oyunlar gətiriblər uşağımın başına. Günahı olanlar çöldə gəzir, adam öldürənlər. Mənim uşağım nahaqdan yatır orada. 3-cü ildir cavanlığı getdi uşağımın. Ölümümə deyir, razıyam, qol çəkmərəm. Elə şeylər qoyurlar üstünə. Yazıb ki, Əli, orada yazıb ki, mən getdim evdən tutdum. Yalanla. Deyib ki, belə birinci elə yalancılığı Əli müəllimin burdandır. Uşaq özü öz ayağı ilə gedib, gəl səninlə işimiz var, ümid var. Deyib ki, getdim evdən götürdüm. Bir də yoldaşım hələ rəhmətə getməmişdi. Paraliz bir tərəfi quruma gedirdi beynində. Bunlar elədi. Gəldilər, qapını döydülər, 3-4 dənə maşın, 15-20 nəfər, qapını sındırırlar. Tez ol, açı. Gəldi, tökülüşdülər evə. Bir dəstə adam. Nə bilim, nədir, hərəsini bir dənə gizlətmişdi, Əli burasında nə gizlətib. Xomeyninin şəkili ilə bir dənə qırmızı belə bayraq. Mən atamın rəhmətliyin şəklini yığmışam anamın. Xomeyni mənə lazım idi.
Xomeninin şəklini gətirib evdə döşəyin altına qoydular. Deyir bu çıxdı bunların evindən. Evdə Quran olar da, bütün evlərdə var da. Müsəlman deyirik. Bütün hamısı Quran kitablarında yığdılar. Evdə telefonlar var idi, nələr. 3-cü ildir, nə verirlər onları, nə bir şey. Hamısını aparıblar. Bu günə kimi 30 neçə dənə məhkəmə olub. Uşağımın təqsiri, günahı olmadan heç kim nə sübut var, nə dəlil var. Bax, uşağımı belə saxlayıblar. Atası öldü, dəfinə buraxmadılar uşağı. Gələydi. Dedilər, buraxmayacaqlar, hədərə eyləmə. Atasına da, atacan üstə 3 dəfə soruşdum, kimi istəyirsən? Dedi, ümidi istəyirəm. Hələ dedi, ümidi istəyirəm. Baş prokurorluğa, prezidentimizə, Mehriban xanıma, dayı hara lazımdır? Hamısı deyir ki, məhkəmə olmayıb, heç nə eləyənməri. Tubzonda uşağın başına bir oyunlar gətiriblər. Xəstədir də, bu uzanma istəyir. Asma bronxiti, bəs bu xəstəxanadır da. Bir incidirmiş, uşağın başına oyunlar gətirirmiş ki, sən niyə deyir uzanırsan? Adbusmanla belə yazdı. Deyir ki, araşdırdılar, boyun alar ki o. Kim öz için boyun alar?